Kütləli cisim sükunətdə olan 3 kiloqram kütləli cisimlə mütləq qeyri-elastiki toqquşmasında itirilən kinetik enerjinin tam enerjinin hansı hissəsi olduğunu hesablayın. Deməli, bu sistemin enerjisi yalnız birinci kürənin kinetik enerjisinə bərabərdir əvvəlcə. Çünki ikinci kürə sükunətdədir, onun kinetik enerjisi sıfırdır. Onda birinci kürənin kinetik enerjisini hesablasaq, m1v kvadratı bölünsün 2. m1-in əvəzinə 2 yazırıq, alırıq v kvadrat. Bu kürələr mütləq qeyri-elastiki toqquşduqdan sonra birləşərək bəzi eləyək bir v iştirik sürətindən hərəkət edir. İmpulsun saxlanma qanununa görə m1v üstəgənsin 0 bərabər olmalıdır. m1 üstəgənsin m2 vurulsun v iştirik. Buradan m1-in əvəzinə 2 yazırıq, m2-nin əvəzinə 3 yazırıq və v iştiriki hesablayanda alırıq 0.4v. İndi toqquşub hərəkət etdikdən sonra bu sistemin kinetik enerjisi olur m1 üstəgənsin m2 vurulsun v iştirikin kvadratı bölünsün 2. Deməli, alırıq 2 üstəgənsin 3 vurulsun 0,16 v kvadratı bölünsün 2. Alırıq 0,4 v kvadrat. İtirilən kinetik enerjini hesablasaq, y kinetik 1 çıxılsın y kinetik 2 kimi. Deməli, v kvadratı çıxılsın 0,4 v kvadratı, alırıq 0,6 v kvadrat. İndi itirilən kinetik enerji tam mexaniki enerjinin, yəni əvvəlki enerjinin hansı hissəsidir? Onu da tapmaq üçün itirilən kinetik enerjini 0,6 v kvadratına bölürük əvvəlki enerjiyə, yəni v kvadratına, alırıq 0,6.